nene, belki bize şehidimiz hakkında kısa malumat verirsen. Şəhidimiz haqqında mən Həziyev Xəyalın anasıyam. Özü könüllü olaraq yazıldı. Müharibəyə özü getdi. Orada da özü qəhrəmanlığını göstərir. Bütün şəhidlərimiz kimi, bütün şəhidlərimizin qəhrəmanlığı, hərəsinin özünün öz qəhrəmanlığı var. Allah onların büyük gündə yerlərini cənnət eləsin. Onların görəri nurla doldursun yerlərin. O da özü vətənpərvər bir oğlan idi. Bizim də yaşamamız, bugünkü gün ayaqda durmamız, körpələrimizin, özümüzün, məhz bizim o şəhidlərimizin hesabınadır. 30 ildir inanmadığımız, tapdaq altında qalan torpaqlarımızı bizim bu şəhidlərimiz xilas elədi. Biz də bugünkü gündə azad yaşayırıq, qorxusuz yaşayırıq. Allah bu gündən sonra bir də bizim körpələrimizə, xalqımıza, millətimizə pis gün göstərtməsin. Ondan sonra axır qəm olsun, bütün şəhidlərin, ataların, anaların səbir versin, ömür versin, bir gündən sonra bizə pis gün göstərtməsin.